fikir verin. Almanya prezidenti Azərbaycanın 17 maddədən kənar irəli sürdüyü iki şərtin davamlı sülhün əldə olunması üçün maneəyə çevrilməməsini arzulayır. Üstəlik də deyir ki, sazişin qüvvəyə minməsi, həqiqətən də barışığa çevrilməsi üçün nəsillər tələb olunur. Bu etibarı, bu barışığı əldə etmək hər iki ölkənin hələ çox vaxtını alacaq. İndi cənab Steinmeierin nəyə işarə vurduğunu da görmək çətin deyil. O da sətir altı belə bir mesaj verir ki, sülh sazişini 17 maddə əsasında imzalayın. Daha sonra iki şərt ətrafında da razılıq əldə etmək üçün danışıqlara başlayın. Və bu danışıqlar illərlə çəkə bilər. Təəssüf, çox təəssüf ki, Almaniyanın Ermənistan kimi qonşusu yoxdur. Olsaydı, anlayardı ki, Ermənistan işğal dövrü bir yana son 5 ildə sülh sazişi ətrafında min bir hoqqadan çıxıb. İllərdir səhər bir, axşam başqa qərarlar verir. Və son 30 il ərzində bir dəfə də olsun sülh sözünü dilinə belə gətirməyən Ermənistanı bugün sülh sözünü işlətməyə, sülhdən danışmağa məcbur edən prezident, dövlət və ordu var. Bugün razılaşdırılmış mətn onu göstərir ki, Ermənistan məcburən bu sülh müqaviləsinə imza atır. Çünki döyüş meydanında əldə etdiyimiz qələbə, ondan sonra siyasi müstəvidə Azərbaycan mövqeyinin üstünlük təşkil etməsi, Ermənistanın arxasında duran bəzi Avropa ölkələrinin səylərinə rəğmən nə BMT Təhlükəsizlik Şurası, nə Avropa İttifaqı Azərbaycana qarşı hər hansı bir məhdudlaşdırıcı ölçü götürmədiyi üçün bugün Ermənistan məcbur olub Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ona görə bu bəndlər arasında təbii olaraq məhz budur və Qarabağ Ermənistandır və nöqtə deyən bir adam bugün Qarabağ Azərbaycandır deyir. Hesab edirəm ki, bu gözəl bir təkamül prosesidir və bunu biz alqışlayırıq.